Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan bərabərsizliklər bölməsindən belə bir sualın izahına baxacağıq. Burada bizə demək, videonu çəkərkən vaxtımız çox getməsin deyə öncədən mən şəkili çəkib hazırlamışam ki, vaxt aparmasam. Deyir ki, bizə bu aralıqlarının kəsişməsinə daxil olan tam ədədlərin sayı 4 olar. Yəni, K-nın hansı qiymətində? Bir anlıq düşünək, deməli 4-dən sonra tam ədədlərin sayının 4 olması üçün burada, yəni bu ifadənin yerində nə durmalıdır? 9 durmalıdır. Yəni, K kvadrat minus 8K plus 24, yəni bərabər olmalıdır nəyə? 9-a. Yəni, K kvadrat minus 8K bərabərliyi biraz sadələşdirsək, olacaq plus 15 bərabərdir 0. Bu kvadrat tənliyin kökləri 3, deməli, və bərabərdir 5 olacaq. Bizə məsələdə deyir ki, K-nın hansı ən böyük tam qiymətində? Demək, ən böyük tam qiymət deyirsə, biz cavabı nə götürəcəyik? 5 götürəcəyik. Tamam. Bəs sual olunur ki, niyə məhz 4-ü sol tərəfdə, K kvadrat çıxaq 8K plus 24-ü sağ tərəfdə götürürük? Yaxşı, tutaq ki, bizə belə düşünək ki, bunların yeri dəyişikdir. Yəni, bu buradadır, 4 isə bu tərəfdədir. Baxalım. Onda deyilən şərtə görə bizə deyir ki, 4-dən böyüklər fikir verin. 4 müsbət sonsuzluq. Bəs bu birisində nə deyir bizə? K kvadratından kiçiklər, yəni hara? Mənfi sonsuzluq olar. Bunların bu halda nədir? Kəsişməsi olmayacaq. Ona görə də məhz biz məsələnin həllinə bu formada baxmalıyıq. Hansından ki, belə deyək, böyükdür, onu sol tərəfdə, hansından ki, kiçikdir deyir, onu sağ tərəfdə qeyd eləməyimiz lazımdır. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.